Bugün Abad ailəsi üçün çox əlamətdar bir gündür. 700-cü sahibkar Abad sıralarına qoşulur və bu bir daha təsdiqləyir ki, Abad modelinə olan etimad və maraq ildən-ilə artır. Abad modeli özünü doğrultmuş bir modeldir və sahibkarlar üçün cəlbedici dəstək mexanizminə çevrilmişdir. 700-cü abadçımız məhz qida sahəsində çay istehsalı istiqamətində fəaliyyət göstərir və bilirsiniz ki, çayçılığın inkişafına dair dövlət proqramı var ki, bu sahənin kompleks inkişafını nəzərdə tutur. Biz əminik ki, 700-cü abadçımız da bu istiqamətdə əlindən gələni eləyəcək, Made in Azərbaycan yanaşmasına öz töhfəsini verəcək, keyfiyyətli çay istehsal edəcək və öz biznesini dayanıqlı şəkildə davam etdirəcəkdir. Fürsətdən istifadə eləyib 700-cü abadçımızı təbrik edirik, ona uğurlar, müvəffəqiyyətlər arzuluyoruz. Bugün mənim üçün iki qat sevindirici haldır. İlk ona görə sevinirəm ki, bir abadçı ailəsi olmuşam. Yəni mən də abadçılar siyahısına qoşulmuşam. Digər tərəfdən isə 700-cü abadçı adına layiq görülmüşəm. Digər tərəfdən çayımız haqqında məlumat vermək istəyirəm. Çayımız Lənkəran bölgəsində, Hirkan qəsəbəsində istehsal olunur. Tam təbiidir, heç bir kimyəvi qatqıdan istifadə olunmur. 700-cü abadçı olduğum üçün çox sevincliyəm və bunun üçün Abad ailəsinə dərin təşəkkürümü bildirirəm.